YouTube izləyicilərimin hər birini salamlayıram. Necəsiz qızlar? Əməliyyatım yaxınlaşır, həyəcanlıyam. Bizi izləyən hər birinizi təşəkkür edirəm. Abunə olmağı unutmayın. Video keçməmişdən öncə abunə olun ki, yeni video gələndə qarşınıza çıxsın. Ayna nə günə qoymusan? Mən bütün aynalarımı qırıb salam ver. Kızlar, bugün çıkmışam alışveriş eləməyə. Miran bağçaya koymamışdım. Neyse. Penthouse'a gəlmişəm. Deməli, burada qəşəng geyimlər var. Miranda düşünürəm bir iki geyim alım. Əməliyyata gedəcəm. Özümə dalmağı düşünürəm, amma Miranda mənə çətin deyil. Çətinlik yaradır mənə. Görmüşəm marketdə. Peso alım, mərcimək, ketçup aldım. Baxırım görüm nələr lazımdır və onları alacağım. Nəsə hər evdən çıxanda yadımdan çıxır. Evə gedəndə yadıma düşür ki, falan şey almışım. Bir anda çörək alım. Havaya bir dənə baxın. Saat 4'də çıxmışıq evə, saat 7-8'də. Sentrani'dən getdik alışveriş etdim. Nələr almışım indi bölüşəcəm. Evə gəldim, çıxdım. Yorğunluqdan inansız ölmüşüm. Nələr aldım bölüşəcəm. 40-45 manadım çıxdı bunların hamısına. Aslında çok şey alabilmedim. Sonra ben böyle şeylerin bırakla bir yerde alırım da bir palyaskasına yerleşen kadar alırım. Suyu mevcut. Deməli, nələr aldım bölüşüm. Biraz göyərti aldım. Şunlar aldım. Xiyar aldım. Kartof, qənət, toyuq. Burada ne var? Pomidor. Burada da bir şey aldım. Biz tərəfdə simirdən zat satmıyorlar deyə gərək böyük bir Araz markete gedərdim. Belə almaldım. Alma, yumurta, pomidor, xiyar, soğan. Soğan yoxdur. Deməli, bunları aldım. Limon zad aldım. 5 manatda bunu verdim. Belə. İndi bunu hazırlayacağım. Yeməyə belə qablara koydum qızlar. Bunu bağlayayım. Mən tez-tez susuz mərcə eləyirəm. Sizinlə feyxa mürəbbəsi eləyəcəm. Demək kilosunu 80 qəpiyə aldım. Amma bacım zalladıblar qəşəng. Xarabda çox su təmizləmək lazımdır. 2 dəfə eləyəcəm. Qaynanama eləyirəm. Həm də bunu xoşlayıram özümüzə də. Biraz aldım çünkü dadı yaxşı olsa yenidən alıb eləyəcəm, yoxlayacağım. Sizinlə bir yerdə eləmək istəyirəm. Bilirəm ki, reseptini soruşasınız. Getdik. Bunu belə hazırlayanda deyirlər faydalar çoxdur. Ona görə mən də bu şəkildə hazırlayacağım. 800 qram da peso əlavə edəcəm. Bunun kilosunu bilmirəm. Göz ayarı eləyəcəm. İnşallah yaxşı çıxar. Məndə tərəzi də yoxdur. Deməli 3 kiloya 700 qram hər bir kilosuna peso əlavə eləyirlər. Amma mən bilmədiyim üçün 800 əlavə eləyəcəm. Limon zad da əlavə eləyəcəm deyə məncə yaxşı olur. Getdik. Bu faydalarını say bitməz. Zoba ən önəmlisi zoba xeyirdir. Bir də bu şəkildə təmizlədim. Başını, bir də bu yan tərəfini kəsdim. Çox yerində tulladım. İndi maşından çəkəcəm. İndi məndə tərəzi yoxdur deyə göz ayarı eləyəcəm. Limon da eləyəcəm. Görək necə olur. Limon 2 dənə eləyim, yoxsa bir dənə. İstəsəz portaqal da qabıqlı eləyə bilərsiniz. Sarı lobiya da pişirdim qəşəng. Hərliklar mürəbbəmiz də hazırdır. Qızlar bunu qəşəng buzluqda saxlayırsınız. 4 saat, 5 saat gedib gəlib qarışdırırsınız. Bunu hazırlamışam, bankam yoxdur. Bunun da
qatdım qızadan çox qəşəngdir. Məncə pesolu zövqə görə hazırlaya bilərsiniz. Göz ayarı elədim qızlar. 5 manatlıq feyxi aldım. Sonra pesolu da göz ayarı elədim. Deməli qızlar, hamı yazıb ki, tənbəl mürəbbəsi. Həqiqi tənbəl mürəbbəsidir, amma faydaları çoxdur da, dəhşət çoxdur faydaları. Bunu balaca bankalar olsaydı yığardım. Heç bankam yoxdur, bilmirəm nə yığacam. Bunu hər kəs yazıb ki, mama gəzət bizə də saxla. Qaynanam deyir ki, sarı mənimdir, qırmızı sənin. Çay da içməyə bir yaxşıdır. Çökəltmir, həm təzyiqi stabil saxlayır, çox yeməkdə olmaz da. Zorba da faydalıdır, bir çox şey faydalıdır. Faydalı şeylər olsa biz heç bilmirik. Aldığım çorbaları da belə pingvin salatalara qoyub böldüm. Bu aralar yerində deyil. Ancaq döşətdir, zat belə şeylər yerik. Ət almıram. Düzdür, bu kət çolpasından da deysinirəm, bilmirəm niyə. Yumurtasından da Miran'a verim ki, də bir xarab çıxır deyə deysinirəm. İyi gəlir, qoxu gəlir kət yumurtasından, bilmirəm siz də beləsiz yoxsa yox. Bunlar da nə bilim ziyanlıdır, bilmirəm hər şey hardan da yeyəndə, nə bilim yerik də. Ziyansız heç bir şey yoxdur məncə. Sən də istəyirsən? Gözdə dadına bax. Bir dənə dadına bax. Gəl, yaxşıca verim. Gəl, quşuma otur, qışa qoy. Mən bu idman həvəsim birdən gəlir, birdən gedir. Gəlirəm. 2-3 yıl sonra gəlmirəm, müəllim. Miran xəstələnəcək qıza. Məndə bir şey yox deyə bax. Allah hamdolsun, idmana başlayan kimi tetim düşür, nə bilim, zəifləyirəm, bilmirəm niyə. Bax, hər yerim uçuq-uçuqdur. Sizə də belə olur. Günlük rutinimiz bugün. Muradın paltalarını təmizlik şirkətinə aparmalıyam. Günlük rutinlərimiz bunlar. İndi idmana gedirəm. Yorğunum. Qam, maşını dizmişəm saxlayanda. Göstərərəm. Murad görəm nə deyəcək. Heç də deməsəm məncə. Amma özüm narahat oluram ya. Atmışım. Atmasam xəbər olmaz. Girim siləmisiz WhatsAppda. Ay, ata burada şoxlamağa yer yoxdur. Mən eləmədim. Deyə belə bir video atmışım. Ata da əlbəttə ki yazacaq ki, canın sağ olsun. Hə. Bir gəl burada saxla, SMS göndər da. Qaynanam güldə saxlamağa yer yox idi bu dəfə. Bir tərcizlə salmışım. İki dənə maşın arasından keçdim. Arkaya baxanda qabağa baxmadım. Qabağına güzgüləni bir damcı cızmışam bir damcı. Biri satırıq. Az qaldı. Qıza video çəkəndə hamıya baxır. Utanırım. Ne gedirik idmana. Görək oradan çıxıb nə edəcəm. Bugün özümlə yemək götürməmişim. Mürəbbə eləmişəm, hamı istəyir. Bə. Burası banka tapıram. Zədə. Mənim bundan balaca banka yox idi. Yox, müəllim. Axtardım, tapmadım. Müəllim nə eləyir? Çox danışır, bəydə. Həkim. Siz 3 balonlu banka. Müəllim bilmir ki, o içində fesok var. Bilsə ki, fesok var, Allah qiyməti. Təzyiq olan ziyandır, yox. Təzyiqi normallaşdırır. Təzyiqi normallaşdırır. Təzyiqi olanlar çaydan içməlidir müəllim. Mən təzyiqim var məsəl üçün.
Çox dadlı. Düz bankası biraz balacadır amma çox dadlıdır. Vay be. Ay müəllim. Böyük banka verin, böyük Böyük bankada banka. gətirim. Hə. Müəllim, Bəli, xeyirxadır. böyük banka verin, böyük bankada gətirim. Verəcəklər. Müəllim, Opsiz çay opsiz. verin. Bir dənə öncədən opsiz alacağam, uşaqlardan da. Həqiqi. Allah, çox dadlıdır. Yaxşı. 3 bal olmadı. Gələcək 100%. Xüsusi artıq. Mən də verəsiz. Mən də verəsiz. Az olsun. Müəllimin qarşılığında mən də verəsiz. 10 kilo çək atacaqsınız. Bu. Təzyiqin nə varsa. Hədiyyə dur müəllim. Ən gözəl hədiyyə. Nə istəyirsiniz? Ürəyinə nə keçir? Yaxşı işte istəmirəm. Çayımı. Sushi sən. Sushi. Sushi Hə. mənə boyun alıblar. Hə? Sushi sən. Hə. Bir də hədiyyəm var sushi hədiyyəsi. Gəl var. Al deyim sən olsan, bir də hasısı Pişmiş. yox. Oturalım. Oturalım. 100 var. Bura gətirəsiz. Sabah deyim. Hə. Sabah deyim yeriniz olsun. Dəvə. Amma axşam yadıma sal. Gəl var. Mənim çox mehriban müəllimdir, görürsünüz qızlar. Mən yaxşı, Məryəm xanımla onunla gəlmək arası yox. sən 2-dən 3-dən gələcəm, onun qarşılığında 2 saat qaçdırarsınız Yox, məni. 4 saat yürüyüş edəcəksiniz. Razinə gəlmişəm, çətinlikdən olsa. Qaynanamın ədyalını gətirmişəm. Dedi, gəlin bunu apar yuduzdur. Mən də gətirdim Rufa xanıma. Qaynamın qutuqasıdır, yoldaşımın kostyumlarını gətirmişəm. İş kostyumlarını indi qəşəng yuyacaqlar, tərtəmiz. Ən güvəndiyim yer buradır. Səhifəni aşağıda qeyd eləyərəm. Həqiqətən nömrə 1-dirlər. Krasovka olsun. Hər bir şeyin təmizliyi burada mövcuddur. Bizim adımızdan gələnlərə də endirim olunacaq. 2 ildən çoxdur, yəni bu ünvanı tanıyıram. Belə Instagram adlarını belə göstərim. Qızlar krasovkaları yuyublar, paketləyiblər, qəşəng. Gördüyünüz kimi yuyublar. Baxın, burada geyimlər də qəşəng şəkildə yuyub, stresləyib. Tərtəmiz. Belə klokları qoyurlar, gəlib götürürlər. Kızlar baxın, burada da ütülürlər, qəşəng tikirlər, sökük, tikiş. İşlərin hamısını bacarırlar. Baxın, bunun bir yeri sökülübsə, qəşəng həm yollar, həm ləkələrini təmizləyirlər. Yepyeni verirlər də qızlar, təptəzə. Baxın, aparırlar. Yuduzdururlar, aparırlar. Necədir bacı? Koyayım baxım. Kızlar 25 manata satdım. Dedi gətir, alıram mən. Müəllim bilsən nə deyir? Çəkmirəm, narahat olma. Müəllim bilsən nə deyir? İtman müəllimim. Deyir gətir, yazaq ki üstə Məryəm mürəbbələri. Qoyub bankanı alıb əlinə yeyir. Deyir müəllim nə var? Deyir qəşəngdə yenə hazırla. Peki. Özdə elə əsl idmanlıqdır da, tuş məzə. Müəllimə deyirəm ki, içində 5 kilo pesof atılmasın. Pesof var. Ona da pesof deyən kimi yumur ki, sonra yeyir. Qəşəngdə, məncə pesolu belə yaxşıdır. Belə. Çox şirin nəyə lazımdır? Bilinir də. Bax. Bu bana şirniyyat almış. Mən ona Müəllimin mürəbbə. gözündən elə. Müəllimin gözündən paylaşma. Baxın qızlar necə tüklənir. Pencir pis vəziyyətdə. Üzləri təmizlənir. Xanım sağ olsun. Mənə görə 2-3 saatı yudub bitirdi. Əslində 2 gündə təhvil verir. Sağ olsun. Ədyal vacib lazım idi. Oturub bunu gözlədim. İnansız. Bu birisləri gözləyə bilmədim. Murad indi işdəki pencəklərini göndərir. Bu ağ pencəyin biraz işi uzandı. Ona görə onu gözləmədim. Gedirəm evə. Evə yox, Miranı götürməyə gedirəm. Buluram. Həm tıxac, həm bunun ağlaması. Hər şey bu deyir. Bir dənə bu var. Bununla yol çıxan necə olmalıdır, bax. İnanırsınız, hər dəqiqə başı bir marketdə saxladır, nəsə istəyir. Evə gələnə qədər bir 10 manat xərcləyirəm. Maşını uçurdur. Bu süt üçün ağlayırdın. Yaxşı işlə demə. Sən deyirəm su alacağım. Sən niyə ağlayırsan? Yık eləmə. Deyirəm mən sən su alacağım da.
Niye ürəkdən gedirsən? Bu kim baba? Nə? Bu kim burada? Ağlayasan? Hə, nədir? Hə, nədir? Ağlayasan? Ağlama. Başım ağrıyır mənim. Başım ağrıyor. Eve güclə gəlmişəm. İnansan, bütün günü ağlayırsan. Avtobusa girmişdim. Kızlar Murad'ın da aşkıyla gelmiştik. Yemek satıyorduk. Gerçekten karnımızı doyurduk. Şimdi F5'dən gedirik evə. Maşın ev gör hardadır, nənə də orada mən gözləyir. Maşını harda saxlamışıq. Saxlama yeri yoxdur burada, dar küçə. Azmışdım, inansız. Gedirik. Miran görəndə görsən xotdanı. Açılmadı gözü. Maşın da özüm kimi işləyir. Her yürek kayıp verir ağır olur yemin kabul. Bazen özür dilerim nasıl? Evet yeni kadar biraz özür dilerim. Allah haftasını tüleyeceğim. Miran paltolarını tüleyeceğim. Bahçe paltolarını. Böyle başkasının ortası. Dur çok teşekkür. Ay Miran. Ata hesaplaştı gördüm. Bir bankanı. Miran. Bir de bankanda bəsdir. Əsəbisən? Hı? Bir de bankanda bəsdir. Kızlar mən Mirana çay belə verirlər, bəhmərli su. Qaçışdırıram bir qaşıq verin. Yavaş. Qalmırdı. Amma görünsə içməz ha. Elə belə ki qara qatıram. Şokolad əlimlə aldım deyə ürəyə getdi. Mən bəhməzdən baldı. Ha baba? Ay Miran sen her yatanda niye bilirsən? Valla yatmaq vaxtıdır. İndi yedin. Şokolad da yedin. Çay da içdin. Bahanen qalmayıb. Gəl yuxusu tökülür bilmir. Baxın bir də inanmarsınız. Bəhməz, bal, bir də bəhməz. Çay demləməyək biz bu çay içində. Ha. Yatmamaq üçün belə bahanədən ağlayır hər axşam.
Sabah xeyir qızlar, necəsiz? Deməli, yumurtam belə qəşəng çıxmasını istəyirsiniz. Sərgəli qoppadan. Bax, içinə belə çöp tulluyursunuz, suyun içinə. Qəşəng sərgəli çıxır. İnanın, mən o vaxtda çöp yadımdan çıxıb, yumurtanı soyub çıxarda bilmirəm. Bir dənə sarı səlmə gəlir. Amma nə olur? Getmir Mira. Getmir yumurta. Ye. Miran qəşəng çimizdirdim qızlar. Səhər yeməyini də yeyir. Bağçaya bu gün aparmamışam çünki biraz nasazdır. Bağçaya gedən uşaqlar belə olur. Gərək bağçadan çıxartmayayım ki, davamlı imuniteti güclənsin də belə deyim. Ölgəsin bağça tempinə. Hər bağçanın bir şeyi var. Miran boğuldum. Miran. Su vereyim. Bir anda paltalar orada yuyulur. Gəs niyə əlindən almış yumurtanı? Kızlar irəyə gedir. Bu aralar Miran gömgü olur. Yedi yumurta almışsın. Bir dəqiqə sakit durmur. Atan get dur qız, mən paltar alaq da. Git, nə olar, sən git nənə gilə, mən paltar alaq. Bura baxın. Bunu siz nə qədər yuyuram mən hər gün. Belə yeməkləri qazanırdım, götürdüm. Bu şəkildə qoydum. Miranın supudur. Buradakı lobyadır. Gedəcəm deyə əməliyyata. Qaynanam cildə gəlib qalacaq. Hə? Mirana qaynana baxacaq. Ha? Şu xaladelikdən nə istəyir? Yaxşı xaladelik aça bilmirəm. Mən qabları yumurtanın üstündə bu şokolad sevdası nədir? Day bu evə var ha, bax. YouTube'dakı izləyicilər də görür. Mən bu evə qətiyyən, yəni bir də şokolad almayacağam. Eşdin? Sonuncudur. Bilirəm ki, o paltarığı da gedirik indi, batırassan. Paltarıyan dayansaydı. 3 dəqiqə qaldı. Hələ bu çıxacaq, qaralar atılacaq. Eyləm üstəm. Halına baxın, baxın. Mən bir dənə qabları yumaq üçün. Bax, bu minlə oyuna çıxır. Bax, bu əlini üzün yazım, gedib başqa bir şey eləyəcək. Burada qəşəng yudum, indi bundan yerləşdirim yerinə. Gətirim buraları toz suranım, sər təsirindən də. Gətirim buraları zatları toz suranayım, qəşəng. Bu uşaq mən başımı oynatırdım. Paltarın halına baxın da. Bəlkə indirdiğim koftaya oxşuyur bu. Bilmirəm, hansı işi görürüm, bilmirəm. Allaha and olsun, bilmirəm. Bax, indi nəsə eləyirik, gözləyirəm, hardadır. Hardadır, bax. Atasının başındadır. Gəl, görün bura. Nə ararsan? Ay Allah, corab şkafındadır. Niyə eləyirsən belə şeylər? Stəkanı su doldurub aparım, Muradın telefonun üstüne tökübdü. Qulaq asmır ki, böyüdükcə nasıl adam başına çıxır. Böyüdükcə bilirsiniz necə dəcəlləşir. Sonra deyirlər Miran sakitdir. Olur uşağı çox çətinlikdə. Deməli bunu asabına yazdım. Bütün paltalarını yumuşam. Bayaq bilirsiniz nə qədər belə koftasını dünən dayıqlıqda ketçup eləmişdir. Şimdi bununla yuyub qəşəng atmışam maşına, görüm ketçuplar gedəcək. Bütün paltarı ketçup eləmişdir, özü sarı paltar. Didik vurma bura. Get.
Bunu yiyip gəlir. Bu şokoladlardır. Baxın kızlar. Bir dənə də ləkə qalmadı. Şuradan yoxsa yox. Qollarım yakındaydı. Qaraları da kızlar 800 dərəcə sıxmaya qoydum. 40 dərəcədə də yuyuram. Çox istidən yumuram. Muradın iş paltarları da burada, ağ paltarlar, İran paltarlar. Bir burada döktüm. Bundan bir qap çox qəşəng qoxusu var. Ümumiyyətlə mən ancaq bundan istifadə edirəm. Çox qəşəng qoxusu var. Qalıcıdır qoxusu özdə. Baxın. Ne kadar idi? Ben bunları karıştırırım diye farklı paketlerini alıram. Karıştırırım diye 3 tanesi saxlamışam. Qalanlarını karıştırıp qutarmışam. Bunları həmişə qaynanama taşıyam, qaynanam alır. Gəl. Bakul deyirəm. Evi qəşək toz soranlayırıq. Qəşək. Papağı götür yerə qoy, yerinə qoy. At şkafı içine koy. Papağını götür yerden. Papağını götür yerden. Murat durana kadar kızlar evi yığışdırır. Qaraları da az qalıb 27 dəqiqə. Miran indi batırdı paltarları da yudum. Bu sultanın qaynanamı hazırladım. Orada olanda giyinsin. Bu sultanı da Baxçanın sulkasıdır. Biraz nasaz bilmem göndererler göndermezler. Ha. Atan niye durmuş? Bütün plastiğin azadı kosmetik eləyib. Bütün paltarlar kosmetik eləyib. Bu uşaq 2 dəqiqə sakit dur burada. Buraya gel. Küsü gitti ata. Sen sakit durmadın, küsü gitti. Kızlar hazırlaştık. Gedirdik ki gördük gazın üstünde az kalıbdı. Gazı vurulmur. Bizim de gaz başkasının adına. Daha elə bir koda düşsə, həmin insan da Türkiyədədir. Gazsız qalarıq. Üstündə gaz qalıb. Kızlar Miran Murada dədə deyirdim. Mən də bu aralar ata deyirəm. Bir də bu məndən götürüb ata deyirəm deyə bu da ata deyir. Amma dədə deyir ha. Sən atan da ölü. Mamam vurmaq olmaz. Mamam maç eləmək lazımdır. Maç elə. Maç elə mamam. Mamam maç elə. Qazın kartı başımıza oynatır. 7 dəfə bəcə markete gəlmişəm. Yüklənmir. İndi bərpa edim deyirlər. Niyə olmuş? Belə yazılır amma olmur. Kimin başına gəlib? Görək nə olur. Miran, ata döydü. Ha vaxt döydü. Denə al. Taşırı. Saçının rengine bakın ne geçer. Mıkı. Ahır yükleyebildik. Serdin eve 100 defa gelmişik. Atamız hesaplaşır. Çık. Çık da. Kırmat Cermen gelip üstüne atmaya çalışırsın. Dünən gəlsəydi, dünən çox səhvləri vermişdim, amma gəlməyibdi. Ona görə cərimə yerinə girdim, baxdım. 140 manat cəriməsi gəlib, mənə deyir ki, səyilsin. Özdən binəqədi dolubdu, saat 3-də. Mən də həmişə qızlar, siz Allah şahidisiz deyin burada yazın. Mən hər gün saat 8-də maşını götürürəm, gecə saat elə bir 9-da onda binəqədiyə gəlirəm, gecə. Maşını bütün günü mənə verirsən. Mən də saat 3-də sən işə gedirsən. Deməli, mən evdə olmuşam ki, sən getmirsən cərimələnməsin.
100 manatı ödə. Mən sənə deməmişdim, sən cərimə gəlməlisin. Niyə gəlirdin? Buradan bura mənim istifatda deyir ki, ola bilməz ki, sən cərimən olsun. 40 manat deyir, hə mənimdir. O 40 manat iş yerimin şəkilidir. Qızlar, inansın o 100 manatında şəkili yoxdur, videosu yoxdur. O birisinin var, iş yerində cəriməliyiblər. O birisinin yoxdur. O birisinin Şəkil yoxsa deməlisən. deyə orada yazılıb ki, ayın 8-i mən bütün videolara baxaram ki, mən 8 evdə olmuşam, yoxsa. Gözlüyüm daha baxıb. Mən üstümə niyə atırsan ki sən? Ayıbdır, ayıb. O qoşdu niyə mənimdir? Dedim ay Allah, mənimdirsə bırak niyə mənə deməyibdir. Gəlmə yuxudan durğuzu deyirsən ki. Deməli, indən sonra sən maşını verməyəcəm. Sən də ən yaxşısı taksidən get, taksidən gəl. Yuxudan durğuzmuşam, deyirəm ki, bu cərimə kimindir? Deyir ki, şeydir, narahat olma, deyir, mənimdir. Elə dedi. Elə dedi. Yo dedim bəlkə sənin də narahat olmuyor gəlir. Niyə cərimələr Ne bilmirəm sənin yoxsa mənim nə Niyə fərqi biz var? 140 manat hökumətə verməliyik? O 140 manata mən paltar alardım. Masum. Üzgünüm. Mən praşkaldım. İnanırsan bayaqdan ancaq beynimdə onu fikirləşəm. Prost deyən ki, sən sabah klinikadan çıxanda yeyib yiyərik orada. İndi desəm indi biraz Sabah mən klinikadan çıxmayacağam. dürsün ha. Düşün, sən nə bilirsən, mən tezdən çıxacam, bunlar da götürəcək. Gəl, indi gedək. Qızlar, bir dənə yerə gəlmişik, şirniyyat mağazasına. Yedik. Dedik də 29. Glutensizlik. Murat deyir ki, Yo, yo, bir buranın dəqiqə deyil. doğalları çox dadlı olur. Bir dənə gözəl qoxuları var. O prosto dadınlığı alır ki, müdiriyyətdə o bəyənsən ki, 2 dənə bundan verirsən, 2 dənə. Müdüriyət alır ha. Mən Olar alacağım. elə. 2 dənə qozu, 2 dənə fındır. Bugün gələcək. Aç olunlar sən. Allah Məryəmin kömək olsun. 2-3 mad almışıq, rahat ye, yaxşıdır. Praşkın xoşlayacaq, praşk da belə olur. Yer xoşlayır. Burada düşənə qədər şirniyyat oldu. Burada qəşəng çaylar da var, qoxular da qəşəng. Qayda pozuntusu yaptı hal-hazırda.